DJI yeni kamerası Pocket 4'ü təqdim etdi. Kamerada edilmiş dəyişikliklərə və əvvəlki model ilə fərqlərini birlikdə nəzər salaq. Pocket seriyası gimbal kameradır. Yüksək texniki göstəriciləri və istifadə rahatlığı ilə həm peşəkar, həm də həvəskar istifadəçilərin sevimli kameralarından birinə çevrilib. Yeni modelin dizaynında dəyişiklik edilərək fırlanan ekranın altına 2 ədəd yeni düymə əlavə edilib. Düymələrdən biri zoom, yəni yaxınlaşdırma üçün, digəri isə fərdiləşdirilə bilən düymədir. İkinci düyməyə daha çox istifadə etdiyiniz özəllikləri əlavə etmək olur. Kameranın idarə olunmasında istifadə olunan joystick daha da həssaslaşdırılıb. Ekranın parlaqlığında da yaxşılaşdırılma edilib. 2 düymlük OLED ekranın parlaqlığı 1000 nitə qədər çıxa bilir. Bu göstərici Pocket 3 modelində 700 nit idi. Kameranın video çəkiliş keyfiyyətindəki əsas dəyişiklik 4K 240 FPS 8x slow motion video çəkilişləri dəstəkləməsidir. Bu göstərici əvvəlki seriyada 4K 120 FPS idi. Pocket 3 modelində olan 12 stopluq dinamik diapazon aralığı Pocket 4 modelində 14 stopluq aralığa çıxarılıb. Bu da işıqlı və qaranlıq məkanlarda daha çox detalı qoruyub saxlamağa imkan verir. Pocket 4 daha peşəkar rəng korreksiyası üçün True 10-bit D-Log profilinə malikdir. Pocket 3 isə HLG və D-Log-M profilindən istifadə edir. Aktiv obyekt izləmə özəlliyində də yenilənmə edilib. Active Track 7.0 versiyasına yüksəldi. Bu hətta 4x rəqəmsal zoomda belə obyekti problemsiz izləyə bilir. Mənim ən çox bəyəndiyim özəlliklərdən biri isə kameranın 107 GB daxili yaddaş ilə gəlməsi oldu. Bu ilkin mərhələdə yaddaş kartına ehtiyac olmadan video çəkilişlər etməyə imkan verir. Əvvəlki modelində daxili yaddaş olmadığı üçün mütləq əlavə yaddaş kartına ehtiyac var idi. Pocket 4 tam enerji ilə maksimum 240 dəqiqəyə qədər çəkiliş etmə imkanı verir. Bunu da nəzərə almaq lazımdır ki, bu göstərici 1080p 24 FPS görüntü keyfiyyətində olan çəkilişlərdə test edilib. Görüntü keyfiyyəti artdıqca bu göstəricidə azalmalar olacaq. Pocket 3 modelində bu göstərici 166 dəqiqə idi. Yeni kamera alacaqlar üçün bu dəyişikliklər yaxşıdır. Ancaq 3-cü seriyanı istifadə edən biri olaraq deyə bilərəm ki, 4-cü seriya keçməyi hələ ki düşünmürəm. Bəs siz necə? Bu kameralardan hər hansısa birini istifadə edirsiniz? Öz fikirlərinizi şərhlər bölməsində mənimlə paylaşa bilərsiniz.